Hər birinizi salamlayıram dostlar. Bugün yeni bir GeoGuessr videosu ilə qarşınızdayım. Bu dəfə ölkələri tapmağa çalışacağım. Görək necə olur. Hələ ki 3 nəfərik və artıq adamlar yığışmağa başladı. 6 nəfər var. Yeddi nəfər olduq. 8 oldu. Yaxşıdır, 8 nəfər yaxşıdır və başlayırıq oyuna. Yaponiya. Və raunddan rahatlıqla qurtulduq. Və bu raund hamı tapdı. Amma növbəti raundda, yəni indiki raundda kimsə mütləq uduzmalıdır, ən azı bir nəfər. Braziliya seçmək gəlir, amma yox, səhvdir Braziliya. Peru'da değil. Çili'də değil. Kolumbiya fikirləşirəm, amma səhv seçim eləsəm uduzuram. Boliviyada değil. Yox, Kolumbiyada səhvdir, yox, Kolumbiya değil. 50-50-dən istifadə edəcəm. Panama var. Panamadır. Əslində 50-50 işlətmədən tapmalıydım, amma tapamadım. Davamını fikirləşək indi sadəcə. Cənubi Afrika. Yəqin ki. Yox, deyil. Eswatini də deyil. Burada biraz problem yaşayacağıq. Botswana da ola bilər. Çünki artıq bir seçim haqqımız qalıb. Maksimum diqqətli olmalıyam. Və artıq 3 nəfər tapıb 2 nəfər daha tapsa round bitir. Risk eləməliyəm məncə, onsuz da köməyim də yoxdur. Tapsam nəfərlik, tapmasam nəfərlik. Tapsam növbəti raunda keçsəm, tapmasam, yəni heç olmasa risk eləməliyəm də. Və bəli, Botswana. Riskdən söhbət getmələsində. Çünki seçim eləməsəm də uduzuram, səhv seçim eləsəm də uduzuram, yenə eyni şey olur. Onu bilirəm ki, Afrikanın cənubundan bir ölkə olmalıdır. Neysə, çox yersiz danışdım. İndi görək, 4 nəfər qaldı. Almanya, İsveçrə, Avstriya. Bütün tuşlara basacağım. Bas.
Aa, Lüksemburg'daymış. Üçüncü oldum. Lüksemburg ağlıma gelmemişti. Bir tane de duel oynayayım. Videonu da bitireyim bundan sonra. Ve Redip geldi. Elə Rusiyanın özü deyəyin ki. Bəli. Amma adam Yunanistan seçib. Adamın təcrübəsi azdır görünür ki. İngiliscə danışılan bir yerdəyəm, amma bilmirəm harda. Oy oy oy. Çox bərbad. Çox bərbad. O da bərbad oldu ki, heç kim xal qazanmadı və heç kimdən xal silinmədi. Rumıniya. Estu ilə bu ad Estu və yəni belə şeylə bitəndə Rumun dili olur. Ümid edirəm ki, oyun bitər bu round. Və bəli, bitəcək də. Bitdi. Qələbə. Bir dənə ikinci gələn yerdə bərbad oynadım. Qalanları flawless. Yəni ki, səhvsiz. Bir dənə də ölkə oynayacağım. Bir dənə də ölkə oynayayım, sonra bitirim videonu. Bayaq üçüncü olmuşdum. Bu dəfə birincilik üçün yarışmağa çalışacağım. 5 saniyə qalıb və artıq 10 nəfər var. 9 oldu. Neysə, 9 nəfərlə başlayırıq. Ukrayna seçtiler, olmadı. Bir çox ölkə seçilib, amma
Albaniya heç olası deyil. Türkiyə olası deyil bu hərflərlə, yəni bu əlifba ilə. Qırğızistan, Qazaxıstan, Ukrayna, Rusiya, Moldovstan, Serbiya, Bulqaristan heç biri düz deyil. Amma artıq yavaş-yavaş tapırlar. Hə, Makedoniyadır da. Evet. Bayaqdan fərqinə varmalıydım bunun. Niyə geç tapdım bilmirəm. Amma nəysə. Xorvatiya deyil. Yox, Alban dili deyil bu. Səhv elədim. Əllərini işlətmək istəmirəm, amma biraz riskli vəziyyətdir. Çexiya, Avstriya, çünki Alman dilidir, yəni belə olası deyil. Slavyan dilləri qrupu deyil o. Amma Çex dili Slavyan dilidir. Nəysə. Qurtuldum. 5 nəfər qaldı, amma 50-50'm getdi. Bura harada? Burada lazım olardı ama 50-50. Demək olar ki, bilinməyən bir yerdə. Yunanistan ola bilər. Yox, olmadı. Vəziyyət ürəkaçan görünmür. İtalya'da değil. Buraya yakınlaştım. Britanya'ya bastım. Değilmiş. Cənubi Afrikaymış. Və bu oyunda 4-cü bitirdim. Çoxdandır yəni davamlı olaraq oynayamıram, xüsusilə də universitet başlayandan bəri biraz elə günün hardasa bir 3 saatı yolda, bir 4 saat dərsdə və yəni vaxt dağılır, ona görə də biraz geriləmiş ola bilərəm, amma qayıdacam bu dəqiqli. Və növbəti videolarda görüşənədək bugünlük bu qədər. Sağ olun, salamat qalın.